Var. Hər vaxtınız xeyir olsun. Deməli bu birinci hissədən, birinci bölmənin təkrarına aid suallardır. 30 sualın izahını verəcəm indi. Cavab kartını atmışam qrupa, oradan yoxlayırsınız. Getdik. Birinci sualın cavabı. 7-dən 6 dənə yazıb. Olur 7 üstü 6. A variantı. İkinci sual. Hansı variantda ədədin sadə vuruqlara ayrılışı düzgün verilməyib? Cavab olacaq C variantı. Niyə müəllim? Çünki 63 sadə ədəd deyil. Üçüncü sual. Əbub 11-22, üstə gələk Əbub 42-84. Deməli, 11 ilə 22-nin əbubu 11-dir. 42 ilə 84-ün əbubu 42-dir. 42 ilə 11-i toplayıram, cavab edir 53. Qaydamız belədir. Ədədlərdən biri digərinə bölünürsə, kiçik əbub, böyük əkobdur. Burada da kiçik 11 əbub, 22 isə əkob olacaq. 42 əbub, 84 əkob olacaq. Dördüncü suala baxırıq. Hansı variantda sadə ədədlər verilmişdir? Deməli, sadə ədədlər olan variantımız olacaq C variantı. Sadə ədədlər hansı ədədlər idi? Yalnız özünə və 1-ə bölünən ədədlər. 13-də, 11-də, 31-də yalnız özünə və 1-ə bölünür. Beşinci suala baxıram. Əkob 6-7, üstə gəl əkob 4-5. 6 ilə 7-nin əkobu 42, 4 ilə 5-in əkobu 20, cəmləri də 62. Qaydamız belədir. Ədədlər qarşılıqlı sadə olarsa, əkobları onların hasilinə bərabərdir, əbobları 1-ə bərabərdir. Ona görə də əkoblar, ardıcıl ədədlərin hamısı da qarşılıqlı sadədir. Ona görə 6 ilə 7-nin əkobu hasili 42-dir, 4 ilə də 5-in əkobu onların hasili 20-dir. 90 ədədinin neçə müxtəlif sadə vuruğu var? 90-ı sadə vuruqlara ayırsaq, uşaqlar. 3, 3, 2, 5. Müxtəlif sadə vuruqlar dediyinə görə 3, 2, 5. Cavab olacaq 3 dənə B variantı. 7-ci suala baxıram. 9-un kvadratı edər 81. 8-in kubu 512-dir. 8-i 3 dəfə öz-özünə vuranda. 512 bölək 4 çıxaq 64. 512-ni 4-ə bölürəm. Alıram 128. 81 ilə toplayıram. 209. 209-dan 64-ü çıxıram. 155. Haradasınız? 145. Cavab C variantı. 8-ci suala baxıram. Əkob AB 31 olarsa, A üstə gəl B cəminin ən kiçik qiymətini tapın. Hansı ədədlərin əkobları 31 olar, yoldaşlar? Ya 31 ilə 31-in əkobu 31 olacaq, ya da 1 ilə 31-in əkobu 31 olacaq. Ən kiçik qiymət dediyinə görə 1 ilə 31-i toplayıram, cavab edir 32. 100 ədədinin müxtəlif sadə vuruqlarının hasilini tapın. 100-ü sadə vuruqlara ayırsaq, 2, 2, 5, 5. Müxtəlif sadə vuruqları 1, 5-dir, 1, 2-dir. Bunları da biri-birinə vuranda edir 10. 4 və 5-in cəminin 4-cü qüvvəti nə deməkdir? 4 plus 5 üzərində 4. Yəni 9 üstü 4. 9-u 4 dəfə bir-birinə vurmaq. Səhv etmirəmsə 6561 edir. Gəlirəm 11-ci suala. Düzbucaqlı şəklində parkın eni 3-ün kubu metr, uzunluğu 2 üstü 4 metrdir. Parkın perimetrini soruşur. Deməli bir düzbucaqlımız var. Eni 3-ün kubu, yəni 27. Uzunluğu 2 üstü 4, yəni 16-dır. Perimetri soruşanda eni ilə uzunluğu toplayıb 2-yə vururuq. Deməli toplayanda eləyəcək 43, 2-yə də vuranda eləyəcək 86. Gəlirəm 12 nömrəli suala. Diqqətiniz məndə olsun. Əkob 42-84. Mən bayaq dedim ki, ədədlərdən biri digərinə bölünəndə kiçik əbob, böyük əkob. 84 də 42-yə qalıqsız bölünür. Deməli, buradakı əkob olacaq 84. Əbob 12 ilə 24-ün əbobu isə olacaq 12. 84-lər ixtisar gedir, 12-lər ixtisar gedir. 42 ilə 36-ını toplayıram, eləyir 78. 3-ə, 4-ə, 5-ə bölündükdə qalıqda 2 alınan naturalları tapın. 3-ə, 4-ə, 5-ə bölünən ən kiçik ədəd axtarırıq. Bu eləyir 60, üzərinə də 2 gəlirəm, eləyir 62. Müəllim 44 karandaşı şagirdlər arasında bərabər payladı. Sonra o 22 fırçanı da bu uşaqlar arasında bərabər payladı. Hər uşağa neçə karandaş və neçə fırça düşdü? Uşaqlar 44 ilə 22-nin əbobunu tapırıq, əbobu 11-dir. 44-ü 11-ə böləndə 4 karandaş, 2 fırça hər uşağa düşür. 15-ci suala baxıram. 4 üstü 4, 256-dır. 3-ün kubu isə 27-dir. Bunları toplayanda edir 283. Birinci sualın cavabı B variantı. Əbob 45-90 qaydamıza əsasən kiçik ədədlərdən biri digərinə bölünürsə kiçik əbobdur. İkinci sualın cavabı olacaq A variantı. 16-30
əkob, üstə gəl, əbob 836. 16 ilə 30-un əkobu 480-dir. 8 ilə 36-ın əbobu 4-dür. 480 ilə 4 toplayanda 484. C variantı. Bir qaydamız var idi. Əkob AB vuraq əbob AB bərabər A vur B. 5-i 17-yə vururuq. 85. 4-cü sualın cavabı olur D variantı. Keçirəm növbəti varianta. 11 üstü 4. 11-dən 4 dənə görürük. Hansı variantda ədədin sadə vuruqlara ayrılışı düzgün verilib, sadə vuruqlara ayrılışı? Cavab olur D variantı. Çünki verilən ədədlərin hamısı sadədir. 12 ilə 36-ın əbobu 12, 3 ilə 18-in əbobu 3-dür. 12 ilə də 3-ün cəmi 15-dir. Hansı variantda mürəkkəb ədədlər verilmişdir? Əlbəttə ki, C variantında hər 3 ədədin 3-ü də mürəkkəbdir. Əkob 8-9 əkobları onların hasilidir. Əkob 5-6 əkobları hasilidir. 72 üstə gəl 30, 102. 50 ədədinin neçə müxtəlif sadə vuruğu var? 50 ədədinin sadə vuruqları ayırsaq 5 vuraq 5 vuraq 2. Müxtəlif sadə vuruqları soruşduğuna görə 2 dənə deyirik. Sadə vuruqların sayını soruşsaydı cavab olacaqdı 3. Müxtəlif sözünü vurğuladığına görə cavab olur 2. Davam edirəm 7 nömrəli sualla. 11-in kvadratı 121-dir. 8-in kubunu 64-ə böləndə eləyir 8, çıx 16. Cavab olacaq, səhv etmirəmsə, neçə? 121 ilə 8-i toplayanda 129 eləyir. 129-dan da 16-nı çıxanda 113 eləyir. D variantı. Əkob AB 61 olarsa, A üstə gəl B cəminin ən böyük qiymətini tapın. Dediyim kimi 61, 61, 61 ilə də 61-in cəmi olacaq 122. 150 ədədinin müxtəlif sadə vuruqlarının hasili. Uşaqlar, 150-ni sadə vuruqlara ayırsam, olacaq bu şəkildə. Müxtəlif sadə vuruqları 3-dür, 5-dir, 2-dir. Bunları da bir-birinə vuranda eləyir 30. 3 və 5-in cəminin 3-cü qüvvəti 3 plus 5 üzərində 3. 8-in kubu 512-dir. Gəlirəm 11-ci suala. Düzbucaqlı şəklində parkın eni 5-in kvadratı metr, uzunluğu 3-ün kubudur, perimetrini soruşur. Deməli, en 25-dir, uzunluq 27-dir. Toplayanda eləyir 52, 52-ni də 2-yə vuranda eləyir 104. 12 nömrəli sualda əkob 35-70-in əkobu 70-dir. Əbob 3 ilə 24-ün əbobu 3-dür. Buradan 70-lər, buradan da 3-lər ixtisar gedir. 24 plus 18 cavab eləyir 42. 4-ə 5-ə 6-ya böldükdə qalıqda 3 alınan. Əkob tapırıq 4, 5, 6-ya, üzərinə də 3-ü gəlirik. 20 ilə 4 ilə 5-in əkobu 20-dir. 20 ilə 6-nın əkobu 120-dir. Üzərinə də 3 gələndə 123. Müəllim 88 karandaşı şagirdlər arasında bərabər payladı. Sonra o 33 fırçanı da bu uşaqlar arasında bərabər payladı. Hər uşağa neçə karandaş və neçə fırça düşdü? 88 ilə 33-ün əbobu olacaq 11. 88-i 11-ə böləndə 8 karandaş, 3 fırça. 15-ci suala baxırıq. 6-nın kvadratı edər 36, 3-ün kubu edər 27. Cəmləri edər 63, 1 F variantı. 51 ilə 102-nin əbobunu soruşur. 102-ni 51-ə qalıqsız bölmək olur. Ona görə də kiçik əbobdur. C variantı. 9 ilə 12-nin əkobu 36-dır. 8 ilə 53-ün əbobu 1-dir. 36 ilə 1-in də cəmi 37-dir. D variantı. 8, əkob 8-15 vuraq, əbob 8-15. Qaydamıza əsasən cavab olacaq 8 vuraq 15. Bu da eləyir 120. 4-cü sualın cavabı B variantı. Beləliklə 30 sualın izahını verdim sizə. Sabah ikinci bölmənin testlərini atacağım. Bir müddət sonra da, yəni bir neçə saat sonra da bu şəkildə izahını atacağım. Belə, sağ olun, salamat qalın.